Makron Erdoğan qarşısında belə alçaldı. Türkiyə liderindən şah və mat dərsi. Fransada Patriotlar Partiyasının lideri Florian Philippot, ölkə prezidenti Emmanuel Macronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin samiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyip Erdoğanla söhbəti zamanı alçaldıldığını deyib. Macron özünü Erdoğana ağıllı göstərmək istədi, amma alçaldı deyə o bildirib. Hadisə Avropa Siyasi Birliyinin Tiranada keçirilən toplantısı zamanı kameraya düşüb. Macron masa arxasında əyləşən Erdoğana yaxınlaşaraq əlini Türkiyə liderinin əlinin üstünə qoyub, Erdoğan cəld əlini çəksə də Macronun iki barmağından yapışıb. Fransa prezidenti bir barmağını Erdoğanın ovcundan çıxara bilib. Türkiyə lideri gülümsəyərək oturduğu yerdən qalxmadan Macronun digər barmağını ən azı 10 saniyə saxlamağa davam edib. Liderlər nəhayət tərcüməçi vasitəsilə qısa söhbətlərini yekunlaşdırıblar. Bundan sonra Erdoğan Macronun əlini sığallayıb və Fransa lideri kənara çəkilib.